Vaxtınız xeyir olsun kanalın izləyiciləri. Masazır ərazisi Altınömrəli məktəbin yaxınlığında belə bir gözəl, mükəmməl həm görünüşü, həm keyfiyyəti tikilisi 3 torpaq sahəsində paket kupsa sənədli həyətində hal-hazırda bisetka hissəsindən belə bir yay bisetka hissəsi, həyəti səliqəli, tam etdaş döşəməli, darvaza hissəsi giriş, həyətinə rahatlıqla 3-4 avtomobil daxil olabiləcək qədər genişliyi var. Mərkəzi kanalizasiya sistemi, qaz, su, işıq, sayğaclar hər bir aktiv şəkildə. Üst fasad görünüşü ümumi olaraq qoşa daş tikilidir, mərtəbə arası monolit betonludur və bir sözlə keyfiyyətli tikilidir. Lazım hissələr gördüyünüz bu şəkildə süpürgəli hissələri qabançıq daşlardan düzülmə və keçid edirik evimizin iç hissəsinə. Evimizin iç hissəsi səliqəli şəkildə birinci mərtəbədə qonaq otaq hissəsi, mətbəxi, sanitar qovşaq hissəsi. İsti pol sistemi ilə təchiz edilib və qarşı tərəfə keçdiyimizdə sol tərəfdə pilləkanın alt hissəsində əldamı hissəsidir. Proyekt digərlərindən fərqli olaraq standart proyektlərdən deyil. Bu sanitar qovşaq hissəsi və gördüyünüz bu şəkildə satılır. Kreditlə verilmir, nağd satışdır. Bu bizim hal-hazırda mətbəx hissəsində olan genişliyi, mətbəx mebel hissəsi, qarşı tərəf, demək olar ki, zal ölçüsü qədər böyüklükdə bir geniş hissə. 25 kvadratlıq bir mətbəxi. Arxa hissəyə də qapısı da var, rahat şəkildə çıxmaq. Bu hissəyə kiçik zövqdə olsa yer verilib. İsti pol sistemidir, mətbəx hissəmiz. Gördüyünüz bu şəkildə mətbəx hissəsi, dəhliz hissəsi, sanitar qovşaq hissəsi, qonaq otaq hissəsinə keçid edirik. Qonaq otaq hissəmizdə laminat döşəməlidir. Burada aid isti pol sisteminə geniş ölçüdədir. Rahat şəkildə pəncərənin bu şəkildə qoyulması şəbəkəli pəncərənin həm işıqlı, daha da işıqlı görsənir. Gün işığı görür, işıq yandırmağa ehtiyac yoxdur günorta vaxtı. Rənglər bir-birini tamamlayır. Həm divar kağızları, həm döşəmənin laminatı, qapılar. Mərtəbə arası monolit beton bir daha vurğulayaq. İkinci mərtəbəmizə çıxış edirik. İkinci mərtəbədə pillələr, ağ-qara rəngli pillələr işıqlandırmada verilib. Gecə görünüşü üçün daha da gözəl görsənir. İkinci mərtəbə monolit beton üzərində laminat döşəməli ikinci mərtəbə hissəmiz ümumi olaraq kombi qızdırıcısından istifadə olunur və radiator xəttləri verilib. İkinci mərtəbədə radiator xəttlərindən ibarət. Balkona çıxışı, qarşı tərəfdən balkona çıxışı, ətraf yaşayış evləridir. Tam olaraq Altınömrəli məktəbin yaxınlığındadır, Masazır ərazisində. 569 nömrəli marşrut xəttinə yaxın bir hissədə yerləşir. Evin genişliyinə söz ola bilməz. Həqiqətən də geniş ölçüdə. İkinci mərtəbədə eynən birinci mərtəbə ölçüsündə yataq otağı hissəsidir. Və növbəti qarşı tərəfə keçdiyimizdə yataq otağı, ikinci yataq otağı hissəsi. İkinci mərtəbənin ümumi olaraq yataq otağı kimi istifadəyə daha uyğundur və bu da uşaq otağı kimi nəzərdə tutulub. Sanitar qovşaq da ki, təbii ki, ikinci mərtəbədə yerləşən sanitar qovşaq hissəsi. Evimizin qiyməti 137 manata təklif olunur. Real alıcıya sahibi tərəfindən endirim ediləcək. Əlavə sualınız yaranarsa nömrə qeyd edilib. Vaxt ayırımınız təşəkkürlər. 055 277 76 02 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Hələlik.